Hələlik razılaşmanın olacağının hər hansı bir əlamətləri görünmür və eskalasiya dərinləşməkdə davam edir. Amerika Birləşmiş Ştatları çox ciddi qüvvələri İran ətrafına toparlamaqda davam edir. Xüsusilə orada desant diviziyaları gətirilibdir, dəniz piyadaları diviziyaları gətirilib və təbii ki, onlar əgər belə bir məsafəni qət edərək, eyni zamanda bəzi şərq ölkələrinin ora cəlb olunublarsa, quru əməliyyatlarının da keçirilməsi istisna deyil. Açıq aydın görünür ki, İran güzəştə getmək niyyətində deyil, güzəştə getmək istəmir. Faktiki Hörmüz boğazını bağlı saxlayıb. Hörmüz boğazından son günlərdə 3-4 tanker keçir. Halbuki, məsələn, statistikaya görə, məsələn, konkret bir misal, fevral ayının 28-də Hörmüz boğazından 51 tanker keçib. Amma, məsələn, mart ayının 1-də artıq 3 tanker keçib. Yəni, müharibə başladıqdan sonra orada vəziyyət tamamilə dəyişib və bu da dünya bazarında neftin qiymətinin bahalaşmasına səbəb olur. Amerika Birləşmiş Ştatlarının Şərqi Avropa ölkələrində olan, yaxın şərqdə olan ölkələrdəki müttəfiqlərinin mənafelərinə zərbə dəyir, Avropadakı müttəfiqlərinin maraqlarına zərbə dəyir. Amerika Birləşmiş Ştatlarının özündə benzinin bir barelinin, bir qalonunun qiyməti artıq $4 üstünə qalxıb ki, bu da Amerika Birləşmiş Ştatları üçün xüsusilə 3 dəfə bahalaşmaq. Noyabr ayında ki, seçkilər keçiriləcək, bu seçkilər, ara seçkilər ərəfəsində Tramp üçün və Respublikaçı partiyası üçün problemdir. Son deadline-ın təyin olunması, yəni bu ilk dəfə deyil. Tramp əvvəl də 48 saat təyin etmişdi, sonra onu 5 günə, sonra onu 10 günə uzatdı. Amma indi son dövrlərdə əvvəl 2 gün demişdi. Bugün də bir yazı paylaşıb və orada konkret olaraq saat 20-yədək, yəni ikinci gün saat 20-yədək belə bir Amerika saatından heç bir izahat vermədən nöqtə qoyub. Yox, qərb saatı ilə, yəni bizim saatımızda sabah saat, gecə saat 11-ə, yəni 8-20, yəni Avropa vaxtı ilə saat 20-yə kimi vaxt verdiyini bildirib. Yəni bu deməkdir ki, yaxın vaxtlarda biz orada gedən proseslərin hansı istiqamətə yönəldiyini biləcəyik. Elə yaxın dövrdə 1 saat ya 2 saat bundan əvvəl İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri açıqlama verdi və o dedi ki, əgər doğrudan da elektrik stansiyaları vurularsa və əgər elektrik stansiyaları vurulacaqsa, bu İrana dəhşətli bir zərbə olacaq. Çünki İranda yalnız bir atom elektrik stansiyası var və yəqin ki, atom elektrik stansiyasını vurmayacaqlar, çünki radiasiya təhlükəsi var. Amma bu, İranda elektrik enerjisinin çox az bir faizini ödəyən elektrik stansiyasıdır. İranda əsasən bu su elektrik stansiyaları, digər elektrik stansiyaları deməli, bu elektrik tələbatını ödəyir ki, əgər onlar vurulacaqsa, bu İran üçün çox ciddi bir fəlakət olacaq. İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirdi ki, əgər zərbələr endiriləcəksə, yəni şərtləri qəbul etməkdən heç bir müzakirə getmədi və mənə elə gəlir ki, getməyəcək. Əgər zərbələr endirilərsə, cavab zərbələri endiriləcək. İlk növbədə yəqin ki, cavab zərbələri dedikdə Amerika Birləşmiş Ştatlarının yaxın şərqdə olan müttəfiq dövlətlərinin ərazilərdə zərbələrin endirilməsi, xüsusilə ərəb ölkələrinin, eyni zamanda bu ərazilərdə olan Amerika Birləşmiş Ştatları hərbi bazalarda zərbələrin endirilməsi nəzərdə tutulur. Hörmüz boğazı ilə bağlı da son açıqlama ondan ibarətdir ki, məsələn, Xarici İşlər Naziri Ərakçi bəyan etdi ki, Hörmüz boğazı bağlı deyil, bu boğaz açıqdır, bu boğaz yalnız Amerika Birləşmiş Ştatları, İsrail və bu və ya digər şəkildə bu ölkələrdə əməkdaşlıq eləyən dövlətlərin tankerləri üçün bağlıdır, digər dövlətlər üçün açıqdır. Yəni, belə bir situasiyada təbii ki, yaxın günlərdə sülh sazişinin bağlanacağı və eskalasiyanın dayanacağına ümid bəsləmək sadəlövhlük olardı. Yəni, artıq bir aydan çox müddətli müharibə gedir və müharibəni iki nüvə dövləti regional gücə qarşı aparır və bugünə gələn nəticə nəyi göstərir sizcə? Hərbi əməliyyatlar və yaxud da ki, Birləşmiş Ştatların vəd elədiyi, yəni növbəti elektrik stansiyalarının vurulması, digər həyati qabiliyyətli infrastrukturun dağıdılması, yəni bu müharibəni sonlandıracaq bir seçimdir, yoxsa bu hara aparacaq regionu? Bilirsiniz, Amerika Birləşmiş Ştatlarının hədəfləri yetərincə aydın deyil.
Trump öz xarakterinə və idarəçilik sisteminə görə tez-tez fikirlərini dəyişir, hədəfləri dəyişir və sonuncu Amerika Birləşmiş Ştatları tərəfindən verilən rəsmi açıqlamada əsas 4 məqsədin olduğu bildirilib. Bu məqsədlər yalnız İranın hərbi qüvvələrinin, hərbi potensialının məhv edilməsinə, yəni uzaq vuran raketlərin, hərbi istehsalın və bunların məhv edilməsinə yönəlir. Burada nə Hörmüz boğazının açılması məsələsi yoxdur. Yəni Rubio'nun elan elədiyi son hədəflərdə. Burada nə Yaxın Şərq ölkələrində olan Amerika Birləşmiş Ştatları müttəfiqlərinin təhlükəsizlik təminatı yoxdur. Burada həmçinin hər hansı bir qarantiya yoxdur ki, o dövlətlər qorunacaq. Rejim dəyişikliyi tələbi artıq deməli gündəlikdən çıxıb. Bu məsələ ortalıqda deyil. Nüvə silahı hazırlıqlarına gəldikdə isə artıq bəyan olunub ki, İranın belə bir potensialı yoxdur, bu potensial məhv edilibdir. Yəni, belə olan halda təbii ki, ilk növbədə Yaxın Şərq ölkələri, o cümlədən Avropa ölkələri, Hörmüz boğazından gələn enerji daşıyıcılarından asılı olan dövlətlər narahatçılıq keçirirlər. Çünki neftin qiyməti qalxır. Məsələn, Azəri Light neftinin bir barelinin qiyməti artıq $141 üstünə çıxıb. Və bu artma yaxın perspektivdə gözlənilir ki, məsəl üçün bugünkü, əgər doğrudan da sabah belə zərbələr olacaqsa, o bir qədər də neftin qiyməti qalxacaq. Neftin qiymətinin artması təbii ki, Avropa ölkələrini narahat edir. Bu neftdən asılı olan bir çox dövlətləri, o cümlədən hal-hazırda Trumpın əsas hədəfində olan Fransanı narahat edir, Almaniyanı narahat edir. Buralarda müəyyən gərginlik yaranır. Eyni zamanda neftin qiymətinin qalxması təbii ki, Trumpın özünü də narahat edir. Çünki elə bildirilir ki, Bidenin hakimiyyətdən getməsi, ümumiyyətlə demokratların son seçkilərdə məğlub olmasının əsas səbəblərindən biri bu demokratların hakimiyyətinin son dövründə neftin qiymətinin qalxması ilə bağlı olub. Yəni, Amerikalılar məsələyə çox həssas yanaşırlar. Amma müəyyən ümidlər də var. Yəni, sülh prosesi də gedir, müəyyən danışıqlar da var. Mən Trumpın bəyan etdiyi danışıqları nəzərdə tutmuram. Çünki o danışıqların nədən ibarət olduğu və kimdən aparıldığı barədə heç bir məlumat yoxdur. Amma real bir proses var, hansı ki, İslamabadda bu proses davam edir. Pakistan xüsusi fəallıq göstərir və Pakistanın burada fəallıq göstərməsi mənə elə gəlir ki, bizim də maraqlarımıza uyğundur. Çünki Türkiyə ilə yanaşı Pakistan bizə isti münasibəti olan və bizim əməkdaşlıq münasibətlərimiz olan bir dövlətdir. Həm də yeganə müsəlman dövlətidir ki, orada atom nüvə silahı var. Pakistanın əhalisi çoxdur, amma Pakistanda da 30 milyon, 40 milyon civarında Şiə müsəlmanları var ki, onlar vasitəsilə də İranla Pakistan arasında normal münasibətlər var. Eyni zamanda Pakistanla Səudiyyə Ərəbistan arasında normal münasibətlər var. Pakistanla Türkiyə arasında normal münasibətlər var. Pakistan İranla da danışa bilir və təsadüfi deyil ki, hal-hazırda Yaxın Şərqin ən ciddi dövlətlərinin, Türkiyənin, Misirin, Səudiyyə Ərəbistanının və Pakistanın Xaricilər Naziri tez-tez İslamabadda görüşürlər və bu konfliktin həll olunması istiqamətində müzakirələr aparırlar və dünən məlumat yayıldı ki, Pakistanın Xaricilər Naziri Pekinə səfər edib. Yəni, bu prosesin arxasında həm də Çin dayanır. Çünki Hörmüz boğazının açılmasında ən maraqlı olan dövlətlərdən biri də Çindir. Çünki 80% deməli, oradan gələn neftdən, yanacaqdan asılı olan bir vəziyyətdədir. Ona görə müəyyən danışıqlar, müəyyən proses gedir və yəqin ki, bu proses sabah daha da sürətlənəcək. Yəni, sabah saat Bakı vaxtı ilə gecə saat 11-ə qədər yəqin ki, bu istiqamətdə daha ciddi diplomatik fəallıq olacaq. Yəni, yeganə ümid onadır ki, İslamabadda gedən proseslər hər hansı bir nəticə versin və bu eskalasiyanın qarşısı alınsın və proses bir qədər səngisin. Yeri gəlmişən, Reuters agentliyinin son məlumatında bildirilir ki, bu danışıqlarda Birləşmiş Ştatları vitse-prezidenti